Maçdağa kəndində bir Məmməd Əli Şəfai olub, böyük şair olub. Əliyə Vahid kimi ustadlar onun yanına gedər. Allah rəhmət eləsin. Şeir fənnini öyrənməyə. Deyir ki, həllinə, hər müşkülün, hər çətinliyin həllinə səbr eyləsən, imkan olur. Əhli təmkin ol, darıxma, işlərin səhman olur. İnşallah. 100 məşəqqət çəksə bülbül, qış zamanı, qış günü, tez gəlir bir gün ki, səhralar baharistan olur. Bu məhəbbət aləmində rəsmi adət böylədir. Hər fəraqə bir vüsal, hər vəslə bir hicran olur. Düşdü dərdin müşkülə, çətinliyə düşdü yer. Düşdü dərdin müşkülə, səbr ilə cana çarə qıl. Olsa fəqət vəslünlə bu dərdə dərman olur. Qıl təhəmmül, qıl təhəmmül müşkülə. Təhəmmül də elə səbr eləmək demək. Hər müşkülə səbr elə. Qıl təhəmmül müşkülə, ta müşkülün asan ola. Yoxsa ey qəm didə könlüm, yara qəlbin qan olur. Çərxi donun, ey şəfayı, bir pozulmaz şərti var. Məşhur misradır bu. Axtarırdım, tapdım bu kimindir. Uzun illər axtarmışam. Allah Əzmali rəhmət eləsin. Çərxi donun, ey şəfayı, bir pozulmaz şərti var. Hər çətin asan olur, əmma çətin asan olur. Gözəl sözlərdir.